Növbəti görüş Sakarya dəvət olunur. Bayramov Samir, İsrail Cavidan. Samir Bayramov və Cavidan İsayev yarış meydanına dəvət olunurlar. Sokrat Süleyman isə ağır mübarizədən sonra həkimlərin yardımına müəyyən ehtiyac duyur. Lakin qeyd eləmək lazımdır ki, Kyokushinkai təlimində fəndlər nə qədər qüvvətli vurulsa da, onlar nə qədər sərt təsir bağışlasa da, idmançılar bu fəndlərə demək olar ki, hazırdılar və çox nadir hallarda həkimə müraciət etmək lazım gəlir. Doğrudur, bəzən knockdown yaxud knockout zərbələrindən sonra idmançılar ümumiyyətlə yarışı davam etdirə bilmirlər. Belə hallar da istisna deyil. Lakin bütövlükdə qeyd eləmək lazımdır ki, idmançıların döyüş hazırlığı elə bir səviyyədə olur ki, onlar yarış zamanı nadir hallarda həkimə müraciət edirlər. Knockdown və knockout zərbələrinə məruz qalanlar isə bu o deməkdir ki, onların müdafiəsində hər hansı bir nöqsanlar, səhvlər mövcuddur. Və əlbəttə ki, həmin zərbəyə məruz qalan idmançı artıq növbəti görüşlərə hazırlaşarkən həmin səhvlər üzərində də işləməlidir. Görüş başlanır və idmançıları ayırt eləmək üçün onların təbii ki, geyimlərinə yox, kəmərə bağlanan qırmızı lentə diqqət yetirmək lazımdır. Adı birinci çəkilən idmançı indiki halda Samir Bayramovun kəmərinə həm də qırmızı lent bağlanıb və bu da idmançıları ayırt eləmək üçündür. Kyokushinkai təlimində yarışa çıxan karateçilərin hər ikisi ağ kimonoda döyüş aparmalıdır və onların hər ikisinin kəməri də demək olar ki, eynidir, qara kəmər, amma indi yarışların təşkilatçıları bildirirlər ki, bəzən yaşıl və qəhvəyi kəmər dərəcəsi olan idmançılar da yarışa buraxılırlar. Onların da hazırlıq səviyyəsi əgər buna imkan verirsə. Ümumiyyətlə, belə bu döyüş təliminin özündə qəhvəyi kəmər dərəcəsinə layiq görülmək özü yüksək nailiyyət hesab olunur. Kyokushinkai təlimində artıq birinci dan qara kəmər dərəcəsini isə daha çox fərqlənən idmançılara, müəyyən yarışlarda qalib gələnlərə, hər hansı bir yüksək nailiyyəti olan karateçilərə təqdim edilir. Və bu da xüsusi imtahan yolu ilə mümkün olub. Azərbaycan paytaxtında keçirilən seminarlarda da artıq belə bir dərəcəni idmançılara təqdim eləmək mümkündür. Çünki respublikamızda karate döyüş təliminin inkişaf səviyyəsi bütün dünya miqyasında etiraf olunur və respublikamızın mütəxəssislərinə də belə bir imtahanı qəbul eləmək ixtiyarı verilir. Görüş dayandırılır və artıq 3 dəqiqə ərzində qalib müəyyənləşir. Beləliklə Samir Bayramov bu görüşdə qələbə qazanır, növbəti mərhələyə çıxır. Yenidən tatamiyə Azərbaycan idmançıları Sabir Lətifov və Murad Tahirov dəvət olunacaqlar. Bu isə Samir Bayramovdur. Bir qədər əvvəl görüşünü qələbə ilə başa vuran idmançı. Tatamiyə dəvət olunur. Lətifov Sabir, Tahirov Murad. O növbəti mərhələdə əgər şəbəkəyə görə bilsək, Sokrat Süleymanovla qarşılaşdırırlar ki, belə deyil. Yarışın təşkilatçıları bildirirlər ki, hər mərhələdən sonra idmançıların növbəti görüşdə kiminlə qarşılaşacağını müəyyənləşdirmək üçün güc çatılır.